Mən heç kimi gözdən salmıram. Heç kimi gözdən salmaq niyyətim də yoxdur. Gözdən salası insan olsaydım, mən 9 ildə ayrılmışam. Bir 5 ildən də çoxdur bilirsiniz ki, Dünya Samirin qızıdır, atasıdır, nə idi? Samir Dünyanın atasıdır. İstəməyə qalsa, gözdən salmağa qalsaydı, vaxtında eləyərdim. Mən gözdən salmaq kimi bir məqsədim yoxdur. Mən dünənə görə beləyəm, mən dünənə görə ürəyim partlayır. Sən dünən uşağın yanında olmalıydın. Məni durub burada üstümə qışqırıb, məni polislə qorxudub, məni polisə verməklə deyil. Get ürəyin nə qədər istəyir, mənə polisə ver. Sən tutulanda Samir, mən Vüsalə sənin yanındaydım. Əsməyə düşmüşdü, anın yalvarırdı mənə. Ağlayırdı, özün yonurdu, gəl məhkəmədə danışdı, nə kimi bizi Samir saxlayır, bəs Samir tutulsa bizə kim baxacaq? Dünyanın xəstə uşağı sürüyə-sürüyə gəldim, oturdum məhkəmə zalında, çıxdım hakimlə danışdım. Dedim, uşağımın atasıdır, bizə o saxlayır, bizə kim baxacaq? Nə olar, xahiş edirəm, mənim uşağımın atasını tutmayın. Yadımdan çıxıb, sən tutulanda mən sənin yanındaydım, indi mənim nəyimə polisə versən. Sən tutulanda mən qız sənin yanındaydım, uşağı sürüyə-sürüyə gətirmişdim. Əsir düz va belə. Tutmuşdular siz səni. Çıxdım hakimin qabağına, dedim ki, uşağımın atasıdır, uşağımı bizi o saxlayır. Sən bizi onu tutsuz mənim uşağıma kim baxacaq, mənim uşağıma kim çörək pulu verəcək? Gəlsən ayonda. Siz ağzımı nədən? Allah. Evlənsin də, gözüm aydın, evlənsin. Mən onun evlənməyini bayaqdan nə istəyirəm burada, nə danışıram? Mən onun evlənməyindən danışmıram. Onun ailə qurduğu qadın deyirəm, zaten bilirdi ki, onun əngəlli uşağı var. Ailə quran insan bilir, başa düşür ki, onun atası da yanında olmalıdır.